Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Sarayda Qurd Dərəsi deyilən ərazidə, demək 30 sotun içində şəxsi inşa olunmuş 2 mərtəbəli bağ evi satışa çıxdı. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizin nəzərinizə çatdıracağam. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bağ evi. İstəyənlərin nəzərinə çatdırıram ki, ev 30 sotun içində havası təmiz olan ərazidə yerləşir. Sarayda çox gözəl bir yerdə yerləşir. Gördüğünüz kimi buradan bu giriş hissəsidir. Darvazası bu hissəsidir. Əlavə də 2 yerdən də girişi var. İndi onları da nəzərinizə çatdıracağım. Gördüğünüz kimi bax buradan rahat 4-5 maşın girən ayrıca bir həyəti var. 30 sotun içində kupçalı bir bağ evidir. Nəzərinizə çatdırım ki, hal-hazırda evdə indi yaşayış yoxdur. Demək, bax buradan gördüğünüz kimi darvazadan giriş hissəsindən gəlirik evə doğru. Ev bağlı bağçalıdır. Gördüğünüz kimi hörmətli izləyicilər, evin həyətində, yəni belə çıxıb bağlı bağçalı bar verən meyvə ağaclarıdır. Ayrıca dekorativ ağaclardır. Gördüğünüz kimi də bax belə keçirik evin düz ətrafına, yaxınlığına. Buradan bir dənə bağı bağçanı belə çəkirəm. Gördüğünüz kimi həyətində bar verən meyvə ağaclarıdır. Evin xarici görünüşüdür. Gördüğünüz kimi də hörmətli izləyicilər 2 mərtəbəli evdir. 30 sotun içindədir. Giriş qapısıdır. Ətraflı bir dənə həyəti ilə tanış olaq. Sonra keçən evin içi ilə tanış olaq hörmətli izləyicilər. Gördüğünüz kimi də evin həyətyanı sahəsi çox geniş. Bağ-bağça istəyən, istirahət üçün bağ evi istəyən üçün əlverişli bir həyət evidir. Gördüğünüz kimi də bax buradan keçirik evin qabaq hissəsinə. Bax orada bir dənə ev sahibi bir yol var, oradan bir darvaza qoyub. Əlavə də burada bir yol var, oradan da bir darvaza qoymaq mümkündür. Əlavə kim istəsə torpağı da yəni azalda bilər, ya çata bilər, əlavə ev tikə bilər. Gördüğünüz kimi nar ağacları var. İncil ağacları var. Müəyyən sayda bar verən meyvə ağaclardır, hörmətli izləyicilər. Gördüğünüz kimi, bax, həyətyanı sahəsi özü hündür yerdir, gölə də yaxındır, havası da çox təmiz yerdir. Yəni, həqiqətən yayda istirahət eləmək üçün əlverişli bir bağ evidir. Bunda nəzərinizə çatdırım ki, evin yeri hündür yerdir. Bax, bura özü gördüğünüz kimi biraz aşağı hissədir, burada evdə hündür yerdə tikilib. Keçən indi evin içi ilə tanış olaq, həyətyanı sahəsi ilə tanış oldunuz. Gördüğünüz kimi də geniş həyəti, bağı, bağçası, uşaqların oynamaq üçün əlverişli bir torpaq sahəsi var. Tam özdə kupçası da var. Bunda nəzərinizə çatdırım. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Evin, demək, bu da həyətindəki belə bulağıdır. Buradan da evi bir dənə qıraqdan belə çəkirəm. Diqqətlə baxın bir dənə. Bu da evin xarici görünüşüdür. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Evin içində, yəni demək olar, bütün şərait qurulub. Bir dənə nə var, nə yox. İçi dolu satılır əşyalı. Bəzi əşyalar götürüləcək. Nəzərinizə çatdırım ki, bura giriş hissəsidir. Demək, sol tərəfdə mətbəxdir. Hal-hazırda evdə yaşayış yoxdur. Ev sahibi şəhərdə qalır. Pula ehtiyacı olsun. Yəni bunu satışa çıxardıb satma fikri yox idi, amma indi hal-hazırda satır. Bax, evdə nə varsa demək olar evin içində qalır. Bunu nəzərinizə çatdırım. Keçən də evin yuxarı mərtəbədən tanış olacaq. İndi evdə ətraflı, burada da bir yataq otağı var. Gördüğünüz kimi də haradasa burada bir 20-24 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, bütün də əşyalar evin içində qalacaq. Kesirik buradan hamama. Demək, burada hörmətli izləyicilər, gördüğünüz kimi burada bir hovuzu var. İstirahat eləmək üçün. Bura hamam hissəsidir, sanitar qovşağıdır. Gördüğünüz kimi hamımız bir yerdə. Bir də əlavə parnoydur, hörmətli izləyicilər. Gördüğünüz kimi evin, yəni burada içəridə parnoydur, özdə yəni sağlam vəziyyətdədir. Nə varsa işlə vəziyyətdədir, işləyir. Bunu nəzərinizə çatdırım ki, gördüğünüz kimi ev içində hovuzu, hamamı, parnoyu. Hamısı qaydasında. Aşağıda demək, bir yataq otağı, bir holdur, yəni qonaq otağıdır, bir də mətbəxdir. Çıxaq yuxarıdakı otaqlarla tanış olaq. Qalxırıq buradan yuxarı.
qalxan kimi evin yuxarı hissəsi parketdir. Bunu nəzərdə çatdırıb dəhliz enli. Sağ tərəfdə bir demək yataq otağıdır. Gördüyünüz kimi yataq otağı da hal-hazırda təmirin belə ehtiyac olacaq, kosmetik yüngülvarı aboylanacaq dəyişilməlidir. Evin amma elə bir bərbad halda deyil. Aboylanacaq dəyişilə bilər. Yüngülvarı kosmetik xərcə ehtiyac var. Burada hardasa 30-35 kvadratlı bir yataq otağıdır. Geniş, ürəkaçan, əlverişli. Keçirik buradan bir də yataq otağı var. Yuxarıda demək 3 otaqdır, hörmətli izləyicilər. 4 yox, 3 otaqdır. Cəmi 5 otaqdır. Burada da bir yenə də uşaq otağıdır. Yenə deyirəm, döşəməsi də buranın hər otaqları da hamısı parketdir. Gördüyünüz kimi də yenə qeyd edirəm, yüngülvarı aboylarca dəyişilə bilər. Keçirik buradan da balkon hissəsidir. Balkon da gördüyünüz kimi təmiri vəziyyətdədir. Buradan həyəti, bağı, bağçanı bir dənə də belə rahat çəkirəm çöldən. Diqqətlə baxın. 30 sotun içində. Sarayda badam bağlarına deyirlər bura, bəzən qurd dərəsi deyirlər. Yəni, bağ evi üçün, istəyənlər üçün daha əlverişlidir, istirahat eləmək üçün. Geniş bağı, bağçası var, uşaqlarınızla oynamaq üçün ən geniş torpaq sahəsi var. Yəni, bunlar bütün nə varsa ətraflı məlumatı sizə çatdırdım, hörmətli izləyicilər. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmanına köməkliyi göstərə bilərik. Nəzərinizə çatdırırım YouTube'da, TikTok'da, Instagram'da Sesal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin yəni nəzərinizə çatdırırım. Kupçası 30 sotdur, amma 10 sotunun kupçası var. Yəni, əgər kim istəsə ki, alsa ki, yox, 20 sotunda əlavə kupçasını, əlavə danışıq aparmaq lazımdır. Onu ev sahibindən özünüz danışa bilər. Yəni, alıb verə bilər də ev sahibi də. Yəni, əlavə 20 sotunda sənədini alıb verə bilər. Demək, qiymətdə 170 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq birbaşa. Ev sahibi ilə görüşəcəksiniz. Son sözü də hörmətli izləyicilər, ev sahibi deyəcək. 170 min start qiymət. Endirim olmağından olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür eləyirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin. Allah